Nəsrəddin wants to buy some new clothes. Nəsrəddin wants istəyirdi to buy almağı. Some new clothes bəzi new yeni paltarlar. Baxın want istəmək feildir. Buy almaq feildir. Rus dilində qlaqoldur da feil. İki feil yanaşı gələndə arada to olur. Bu nə deməkdir? Birinci feil cümlənin əsas feilidir. Yəni işi aparan bax budur. Nəsrəddin istəyirdi. İkinci feil isə məstərdir. Maqmaq şəkilçisi infinitiv. So belə ki, he went, o getdi to a shop, mağazaya. First, birinci, he asked for, o xahiş elədi. Some trousers, şalvarlar, and put them on və onları geyindi. Put on geyinmək deməkdir. Put them on, onları geyindi. But amma then sonra he took them off, onları soyundu. Took off nədir? Soyunmaq. And gave them və onları verdi back, yəni geri verdi. Gave them back, onları geri verdi. To the shopkeeper, satıcıya, and said və dedi. Now, give me a coat, mənə kurtka ver. Instead of these, bunların əvəzinə. Instead of əvəzinə. The man gave him a coat. Kişi ona kurtka verdi, gave verdi. This one cost. Bunun qiyməti the same, eynidir as the trousers, şalvarınki ilə. The same as, eyni. Nəsrəddin took the coat. Nəsrəddin götürdü kurtkanı and walked və getdi out of the shop with it. With it, onun ilə, yəni kurtka ilə out of the shop, mağazadan çölə çıxdı. The shopkeeper ran after him. Satıcı qaçdı after him, onun ardınca. And said və dedi, you have not paid for that coat. You have not paid. Sən ödəmədin for that coat, yəni bu kurtkanın pulunu. But I gave you the trousers for the coat. Amma I gave you, mən sənə verdim şalvarları for the coat, kurtka üçün. Seyid Nəsrəddin dedi. They cost the same. Onların qiyməti, cost qiymət, the same, eynidir as the coat, kurtka ilə. Didn't say, düzdürmü? Yes, said the shopkeeper. Bəli, shopkeeper dedi. But you didn't pay, amma sən ödəmədin for trousers either. Şalvar üçün də ödəmədin. Üçün də deyirəm, dadə. Bax, bu either verir. Cümləmiz inkarda olanda eyzə dadə mənası verir, cümlənin sonunda işlənir. Of course, əlbəttə, I didn't, ödəmədim. Answered Nəsrəddin. I didn't take them. Mən onları götürmədim. I am not stupid. Mən axmaq deyiləm. Nobody gives things. Heç kim, yəni gives things back. And then pay for them. Deyir, heç kim əşyalarını verməzdi. Yəni geri verməzdi də. And then və sonra pays ödəmək demək. Pays for them. Onlar üçün pul ödəməz. Yəni Nəsrəddin öz əşyasını qoyub orada. Sonra deyir ki, heç kim üstəlik bunun üstündə bir pul ödəməzdi demək istəyir. One day, bir gün, the boys of Nəsrəddin oğlanlarının bir saniyə. One day, the boys of Nəsrəddin's village said to him, you have a nice fat ham. Bir gün, one day, the boys of Nəsrəddin's village, Nəsrəddinin kəndinin oğlanları said to him, ona deyir, you have a nice fat sheep. Sənin varındır qəşəng kök qoyunun. Will you invite us? Bizi dəvət eləyərsən to a party-yə. To eat yeməyə. Eat, yəni onu. With you, sənin ilə. Nəsrəddin didn't want the boys to eat his sheep. Nəsrəddin didn't want, istəmirdi. The boys, oğlanlar, to eat, yesin, his sheep, onun qoyununu. So, belə ki, he said, o dedi, it is not fat. O kök deyil, enough.
O deyir kifayət qədər kök deyil hələ. Enough kifayət qədər deməkdir. Əgər enoughdan əvvəl biz məsələn kifayət qədər kök deyirsənsə, kök nədir? Sifətdir. Deyirik fat enough. Yəni enoughdan əvvəl işlə. Bunu əzbərləyin. Qaydadır bu. Enoughdan əvvəl deyirik. Məsəl üçün enough tall. Tall tall enough deyirik. Amma biz deyə bilmərik enough tall deyə bilmərik. Çünki tall axı dedik sifətdir. Prilogativ nədir? Prilogativ nədir? Sifət enoughdan əvvəl işlənilir. Sonra olmaz, əvvəl işlənilir. Bir də var deyirik ki, isim deyirik. I haven't got enough money. Kifayət qədər pul. Əgər isim deyiriksə, isim enoughdan sonra gəlir. Amma sifət enoughdan əvvəldə gəlir. But, amma. Haven't you heard? Eşitməmsən? They said, onlar dedi. The world, dünya is going to end tomorrow. Sabahları bitəcək, yəni sona gələcək. So, belə ki, the sheep will never get fat. The sheep, qoyun, will never, heç vaxt get fat kök olmayacaq. Nəsrəddin was getting tired of this. Nəsrəddin getting tired, yorulmuşdu of this bundan. So he said, all right, yaxşı, boys, oğlanlar, we will have a picnic tomorrow. Biz piknik eləyərik sabahları. Piknik etmək ifadədir. Bəzi ifadələr var, fikir verin. Have picnic. Piknik edərik. And eat the sheep və qoyunu yeyərik. So the next morning, növbəti səhər they all, onlar hamısı went to the river, çaya getdilər. The boys took off their clothes. Oğlanlar took off, soyundular paltarlarını and jumped into the water. Və suyun içinə hoppandı. And Nəsrəddin killed the sheep. Nəsrəddin killed, yəni kəsdi qoyunu. When the boys came out, oğlanlar came out çıxanda, their clothes, onların paltarı were not there, orada değildi. Where are our clothes? Hardadır bizim paltarlarımız? Nəsrəddin deyə asked, onlar soruşdu. Oh, he answered. I made the fire. Mən ocaq qaladım to cook the sheep. Qoyunu bişirmək üçün. With your clothes. Sizin paltarlarınızla. You will not need them again. You will not need. Ehtiyacınız olmayacaq. Them onlara again yenidən. Will gələcək zamanı göstərirdi. The world is going to end today. Dünya is going to end. Bitəcəkdir, yəni sona gələcək bugün. Don't you remember? Xatırlamırsınız? Uşaqlar is going to acaq, əcək mənası verir. Bütün qaydalarda istifadə olunur gələcəklə bağlı. Is going to. Məsələn, I am going to go. Mən gedəcəm. Buradakı birinci going to acaq əcəkdir. İkinci going to getmək mənası verir. Sonra. Whenever it rained, nə vaxt yağış yağsa, water came through Nəsrəddin suruf. Su Nəsrəddinin damından came through, yəni axırdı. Through bir şeyin içərisindən keçmək deməkdir. Came through, yəni axırdı. So, one day, bir gün he got his ladder, mərdivanı götürür, climb up, dırmaşır on the roof, dama, and began və başlayır to mend, təmir etməyə, mend, təmir etmək. It was quite difficult, kifayət qədər çətin idi, and dangerous work, və təhlükəli iş idi. While he was up there, orada olarkən, vacib qaydadır, while əzbərləyin, erkən deməkdir. While he was up there, o orada olarkən, he suddenly saw an old man in the street. O suddenly qəfildən saw, gördü, yaşlı bir adam küçədə. This man was waving to him. O adam ona əl etdi. He wanted Nəsrəddin to come down. O istəyirdi ki, Nəsrəddin aşağı düşsün. Nəsrəddin said, Nəsrəddin düşündü. What has happened? Nə baş verdi? What news has this man got for me? What news? Nə xəbər has this man, bu kişi
got for me, mənim üçün, yəni gətirir. So he climbed down the ladder quickly. Sonra o climbed down, aşağı düşdü mərdivanlardan cəld şəkildə. Quickly, cəld şəkildə. Several times he slipped. Bir neçə dəfə he slipped, o sürüşdü. Time zaman demək. Times olanda dəfə deməkdir. Several times, bir neçə dəfə. He slipped, sürüşdü. And nearly, demək olar ki, broke his neck. Ayağını sındırdı. When he got to the bottom, o deyir aşağı düşəndə, the old man said, qoca kişi dedi, I am a poor man. Mən kasıb adamam. Please give me some money. Zəhmət olmasa mənə pul ver. Nəsrəddin was very angry. Nəsrəddin çox acıqlandı. But he said, o dedi, come up, gəl. He helped the old man. Qoca kişiyə kömək etdi to climb up the ladder. Pilləkəndən çıxmağa. And on the roof. Damın üstünə. Then he said to him, sonra o ona dedi, I am a poor man too. Mən qoca adamam. I have no money. Pulum yoxdur for you, sənin üçün. And now go down alone. İndi go down, aşağı düşdəkcə. I will not help you. Mən sənə kömək etməyəcəm. One day, Mr. Robinson saw a lady in the street. Bir gün Mr. Robinson saw, gördü a lady, bir xanımı in the street küçədə. With 10 children, 10 uşaqla. He was very surprised. O çox təəccübləndi because, çünki all children, bütün uşaqlar were wearing the same clothes. Eyni paltarı giymişlər. White caps, ağ papaq, dark blue coats, tünd mavi coat, yəni üst geyim, kurtka, and grey trousers və boz şalvar. Are all those children yours? Are all, bütün those children, bu uşaq, o uşaqlar yours, sənindir? He asked the mother, anadan soruşdu. Yes, they are, she answered. Yes, they are, yəni bəli, o cavab verdi. Do you always dress them in the same clothes? Do you always, sən həmişə dress them, geyindirirsən onları in the same clothes, eyni paltarlarla? Asked Mr. Robinson. Yes, answered the mother. Ana cavab verdi. When we had only 4 children, bizim had only, sadəcə 4 uşağımız olandan, we dressed them in the same clothes. Biz onlara eyni geyindiririk. Dressed feildir, geyinmək mənasındadır. Dressed them, onları geyindiririk in the same clothes, eyni paltarla. Because, çünki we didn't want to lose any of them. We didn't want, istəmirik to lose, itirək any of them, onlardan birini. It was easy to see our children. It was easy, asandı to see, görmək bizim uşaqlarımızı. When they were among other children. Onlar among, arasında olanda başqa uşaqların arasında olanda onları görmək asandır. Because, çünki they were all wearing the same clothes. Onların hamısı eyni paltarı giyinir. And now, və indi, when we have 10 nəfər olanda, we dress them like this. Biz onları belə geyindiririk. Because, çünki we don't want to take other children. Biz istəmirik ki, başqa uşaqları, we don't want to take other children home to by mistake. Biz deyir, istəmirik ki, we don't want to take, aparaq, other children, başqa uşaqları home, evimizə, by mistake, səhvən. When there are other children among ours. When there are other children, başqa uşaqlar olanda, among ours, yəni bizimkilərin arasında başqa uşaqlar olanda. It's easy to see, görmək asandır them onları. Because, çünki their clothes, onların paltarı are different. Bu məntiqə gəlinir ki, nə öz uşağını qoymaq istəyir, nə də başqa bir uşağı aparmaq istəyir evinə səhvən. Mr. and Miss Brown lived in a small house. Mr. və Miss xanım Brown lived, yaşayırdı. In a small house, balaca bir evdə, near London, Londonun yaxınlığında. With their child, uşağı ilə. Sometimes, bəzən Mr. Brown, cənab Brown came back, geri gəldi from work, geri gəlirdi işindən, very late, geri gəlir deməyək də, came back, qayıdırdı işdən, very late, çox gec. When his wife and child were asleep, onun arvadı və uşağı yuxuda olanda,
And then he opened the front door. O opened, açırdı front door, ön qapını. Front door evin ön qapısı nəzərdə tutur da, giriş qapısını. Front door of his house with his key, açarı ilə açırdı. And came in very quietly. Sakitcə came in, içəri daxil olurdu. But one night, amma bir gecə, when he was coming home late, o evə gec gələndə he lost his key, o açarını itirdi. So, belə ki, when he reached his house, o evinə çatanda, he rang the bell, o zəng çaldı. Nothing happened, heç nə baş vermədi. He rang it again. O yenidən zəng çaldı. Ring sözünün keçmişidir, kökündən dəyişib. Again nothing happened. Yenidən heç nə baş vermədi. Nobody moved inside the house. Heç kim moved, hərəkət etmirdi evin içərisində. Inside, içərisində. Mr. Brown knocked at the bedroom window. Mr. Brown knocked, yəni döydü. Bedroom window, yataq otağının pəncərəsini. He spoke to his wife. O arvadına dedi. Arvadı ilə danışdı. He shouted, o qışqırdı. But she, yerini itirirəm tez-tez. Didn't wake up, o oyanmadı. Yəni burada he spoke to his wife. Yəni arvadı ilə danışmağa çalışdı. Shouted, qışqırdı. But he didn't wake up, oyanmadı. At last, nəhayət, he stopped, o dayandı. And thought, düşündü. For a few seconds, bir neçə saniyə. Then he began, sonra başladı to speak like a small child. Balaca uşaq kimi danışmağa. Mother, ana, he said, o dedi. I want to go to the lavatory. Mən tualetə getmək istəyirəm. He spoke quietly. He spoke, o danışdı. Quiet, kifayət qədər sakitcə. But, amma, at once, dərhal, Miss Brown woke up. Xanım Brown oyandı. Then he spoke to her, sonra o ona dedi. And she opened the door for him. And she, və o opened, açdı the door, qapını, for him, onun üçün. Buradan da bu mənaya gəlir ki, qadın uşağına qarşı daha həssasdır. Nəinki ətrafa.